Salam, hər vaxtınız xeyir olsun. Əziz 9-cu siniflər, bu videomuzda bugün keçirilmiş olan 9-cu siniflər üçün buraxılış imtahanının suallarını, riyaziyyat suallarının izahını verəcəm. Gəlin keçək suallarımızın izahına. Birinci sualımız belədir. Burada yaxşı düşməyibdir. 12 tam 4-də 3 vurulsun 2 çıxaq 27 bölünsün mənfi 4-də 3-ün kvadratı. Burada 12 tam 4-də 3 nə deməkdir? 4-də 48 eləyər, 12-ni 4-ə vurub üzərinə 3 gələrəm. 48-in üzərinə 3 gələndə nə qədər edər? 51. Bunu da 2-yə vuranda bunlar ixtisara gedəcək. 2-də 51 qalacaq. Bundan 27 çıxarıq. Bu da nə deməkdir? 2-də 51 çıxılsın. 2 dəfə 27 nə qədər eləyər? 54. 51-dən 54 çıxanda mənfi 3 bölək 2 qalacaq. Digər tərəfi də hesablasaq. Deməli, mənfi 4-də 3-ün kvadratı, təkcə bunu hesablayıram. Bu 16-da 9 deməkdir. 16-da 9-a bölmək, 9-da 16-ya vurmaq deməkdir. Bunlar ixtisar gedər 8. 9 ilə 3 gedəcək, mənfi 3-də 8 olacaq. Cavabımız ya mənfi 3-də 8 şəklində verilməlidir, ya da mənfi 2 tam 3-də 2 şəklində verilə bilər. Yəni, cavabımız D variantı. 2 nömrəli suala deyir ki, tərkibində 2,5% mis olan 1 ton mis kolçedanından 22 kiloqram mis alınmışdır. Neçə faiz mis itkiyə getmişdir? 1 tonumuz 1000 kiloqram deməkdir. Əslində bundan 2,5% mis alınmalıymış. 1000 kiloqramdan 2,5%-ni tapacaq. 2,5-ə vurub 100-ə bölsək. Buradan sıfırlar ixtisar gedəcək, qalacaq 25. Əslində biz 25 kiloqram mis almalıydıq. Amma biz nə qədər almışıq? 21 kiloqram mis almışıq. Neçə faiz azalma baş verib? Biz şagirdlərimizə hər zaman bu üsuldan istifadə etməyi demişik. 25-dən 21-ə düşüb. Dan-dən məxrəcə yazılır. Üstünə fərq yazılır. 100-ə vurulur. 25-dən 21-ə düşüb. 25-dən 25 məxrəcə yazılır. İkisinin fərqi surətə yazılır. Vurursan 100-ə. Bunlar ixtisar gedəcək. 4, 4 dəfə 4-üm 16. Demək 16% itkiyə gedib. Düzgün cavab B variantı. Gəlin baxaq 59 nömrəli, yəni 3 nömrəli suala. Koordinat müstəvisində ABCD kvadratının A4-1, C2-1, D2-1 təpələri verilmişdir. B təpəsinin koordinatını bizdən soruşur. Deməli, bir dənə kvadrat çəkək. Şəkil çəkməyə də ehtiyac yoxdur. Sadəcə göstərmək məqsədi ilə yazıram. Burada A-nın koordinatlarını bizə veriblər. 4-ə 1. B-nin koordinatını bizə verməyiblər. X, Y qalsın. C-nin koordinatlarını 2-yə -1, D-nin koordinatlarını isə 2-yə 1 şəklində veriblər. İndi qaydamız nədir? Yadda saxlayın ki, qarşı təpədəki olan nöqtələrin koordinatlarının cəmi bir-birinə bərabər olmalıdır. Məsələn, 4 ilə 2-nin cəmi nə qədər edər? 4 üstə gəl 2, 6 edər. O zaman x üstə gələk 2, bunları da cəmi 6 eləməlidir. X üstə gəl 2, 6 etməlidirsə, x neçədir buradan? 4 edər. Eyni ilə digəri. 1 ilə -1-in cəmi nə qədər edər? 1 ilə -1-in cəmi 0 etdi. Demək ki, bunların da cəmi 0 etməlidir. Y üstə gələk 1-in də cəmi 0 etməlidir. Demək, y burada -1-dir. Demək, bu da -1 olmalıdır. Bizdən B-nin koordinatlarını soruşur. 4 ilə -1, düzgün cavab D variantı. 60 nömrəli suala gəlin bir yerdə baxaq. Çoxədlisini vurğulara ayırın deyir. Burada 16 nəyin kvadratıdır? 4-ün kvadratı kimi yaza bilərəm. Müxtəsər vurma düsturuna görə bir dəfə fərqləri, bir dəfə cəmləri şəklində ayırdıq. Bu da nə oldu? A-9, bir də A-1 şəklində oldu. Düzgün cavabımız A variantı. 61 nömrəli, yəni 5 nömrəli suala gəlin bir yerdə baxaq. Üçbucağın tərəflərinin uzunluğu 16, 18 və 20 cm-dir. Təpələri verilən üçbucağın tərəflərinin orta nöqtələrində olan üçbucağın perimetrini tapın. Bir dənə üçbucağımız var. Tərəfləri 16, 18, bir də 20-dir. Təpələri bunun tərəflərinin ortalarında olan bir üçbucağın perimetrini bizdən soruşur. Orta nöqtələrdən əmələ gətirilən bu üçbucaq böyük üçbucağın perimetrinin yarısı olacaq. Niyə? Bu, məsələn, bu uzunluq 20 deyilmi? O zaman bu uzunluq yarısı olduğundan 10 olacaq.
Bura 16 değil mi? Burada yarısı olup 8 olacak. Bura 18 ise burada yarısı 9 olacak. Perimetri tapsaq 10 üzerine gəlinsin 8 üzerine gəlinsin 9 cevabından 27 alarıq. Düzgün cevabımız E variantı. Gəlin baxaq 62 nömrəli suala. Tam səthinin sahəsi 24 olan kubun həcmini sorulur. Kubun tam səthinin sahə düsturu 6a kvadratıdır. Bu 24 isə deməli buradan a kvadratı 24'ü 6'ya bölərik 4 edər. Kubun həcmini soruşur bizdən. A'mız buradan 2 eder. Kubun həcminin düsturu A kubudur. Yani 2'nin kubu düzgün cevabımız 8 olacak. C variantı. Gəlin baxaq 63 nömrəli suala. Çevrəsinin uzunluğu 32 pi olan dairənin radiusunu tapın deyir. Çevrənin uzunluq düsturu L bərabərdir 2 pi R'dir. Bu da 32 pi imiş. Pi'lər buradan ixtisar gedər. Radiusun uzunluğu 16 eder. Dairənin radiusunu soruşurdu bizdən. Düzgün cevabımız elə A variantı. Gəlin baxaq 64 nömrəli suala. Buradan A bərabərdir. -5'in kvadratı müsbət 25. B'miz burada -5'in kvadratı. Burada mötərizədə olmadığından -5. Bu cavab -25 edir. C'miz isə -5'dir. Bizdən ədədləri müqayisə eləməyi soruşur. Ən böyük ədədimiz A'dır əlbəttə. Daha sonra C'dir. Daha sonra B'dir. A böyükdür C'dən, o da böyükdür B'dən. Yəni C variantı. 65 nömrəli suala baxaq. Kəsirin məxrəci surətindən bir vaat böyükdür. Bu kəsiri onun təsirlə olan kəsirlə toplasaq 2,5 alınır. Bu kəsiri tapın deyir. Deməli, kəsirin məxrəci olsun x plus 1, surəti də olsun x. Düzdürmü? Kəsirin məxrəci surətindən bəli, bir vaat böyükdür. Bunları deyir toplasaq, alarıq 2,5. 2,5 nə deməkdir? Bunlar ixtisar getsə nə qalar? Deməli 20'də 1. 2,20'də 1. Bu da nə deməkdir? 20'də 2 dəfə 20 40. 40'ın üzərinə də 1 gələndə 41. Deməli biz buradan eləyərik. Ortaq məxrəc gətsək. X üzərinə gəlinsin 1'də x. Üzərinə gəlinsin x'də x üzərinə gəlinsin 1. Cavab 20'də 41'dir. Ortaq məxrəc gətsək, x vurulsun x üstə gələk 1. Deməli, bunu x-ə vurdum, yuxarını da x-ə vuracam. Oldu x-in kvadratı. Aşağını x üzərinə gələk 1'ə vurdum, yuxarını da x üzərinə gəlinsin 1'ə vuranda bunun kvadratı bərabərdir 20'də 41'ə. Deməli, burada nə baş verdi? X-in kvadratı üzərinə gələk birincinin kvadratı. Bu mötərizəni açıraq. Birinci ilə ikincinin hasili üzərinə gələk ikincinin kvadratı bölünsün. Bunu atsaq, x'in kvadratı üzərinə gəlinsin x bərabər 20'də 41. Çapraz şəkildə bunları bir-birinə vursaq, indi bunlar gəl toplayaq, 2 dənə x kvadratı yazaq. İndi gəl çapraz vuraq. 40x'in kvadratı üzərinə gəlinsin 40x üzərinə gəlinsin 20. 20'ni bunun hər birinə vurdum. Bərabər 41x'in kvadratı üzərinə gələk 41x. Buradan 41x'in kvadratından 40x'in kvadratını çıxsaq, x'in kvadratı qalar. 41x'dən 40x'i çıxsaq, adi x qalar. 20'ni sağa göndərsək, çıxaq 20 bərabər 0'a. Köklər hasilimiz vuran zaman -20 toplayanda -1 edən ədədlərimiz hansılardır? -5 ilə 4. Biz burada əlbəttə ki, görək hansını götürəcəyik? -5 yox, 4'ü götürəcəyik. Bizim kəsirimiz bu şəkildə idi. Yadındadır. Dedi ki, məxrəc surətindən bir vaat böyükdür. X'in yerinə 4 qoysaq, 4'dən birincə 5, cavabımız 5'də 4 olacaq. Yəni burada yaxşı düşməyibdir B variantı. Və niyə -5'i götürmədik? Yadda saxlayın, düzgün kəsirlərdə, düzgün olmayan kəsirlərdə mənfilərlə işlənilmir. Yaxşı, mənfi ədədin düzgün olub olmadığına baxılmır. 66 nömrəli suala baxaq bir yerdə. Bölünən 496. Qismət 4 qalıq 96'dır. Böləni tapın deyir. Bölən, qismət, bir də qalıq. Bölünən 496. Qismət 4'dür. Böləni bilmirik. Qalıqda 96'dır. Biz buradan necə tapırdıq? Deməli 496'nı tapmaq üçün 4 vurulur y-ə üzərinə gəlir 96'nı. Buradan 4y bərabərdir. 496'dan 96 çıxanda 400 qalar. Y də buradan
Deməli 400-ü 4-ə böləndə 100 edər. Buradan düzgün cavabımız C variantı olacaq. Gəlin baxaq 67 nömrəli suala. Bizə nə deyir? Kök altında 4 üzərinə gəlinsin kök altında 25. 25-dən kök nə çıxacaq? 5 çıxacaq. 5 ilə 4-ün cəmi nə qədər edər? 9 edər. 9-dan nə çıxar? 3 çıxar. Düzgün cavab A variantı. 68 nömrəli suala baxaq. Burada 7-ni mötərizə kənarına çıxarsaq D üzərinə gəlinsin C. Aşağıdan 21-i mötərizə kənarına çıxarsaq D üzərinə gəlinsin C olacaq. Cavabımız 21-də 7, yəni 3-də 1. Düzgün cavab A variantı. Gəlin baxaq 69 nömrəli suala. Deməli burada yaxşı düşməyibdir. Burada 3 var uşaqlar. Deməli x bərabərdir mənfi 2-yə. Mənfi 1 onda 5 2x. Mənfi x bölək 3 çıxılsın 2. X-in yerinə mənfi 2-ni qoysaq müsbət 3. Mənfi 2-ni qoysaq müsbət 2 bölək 3 çıxılsın 2. Cavabımız 3 vurulsun 3-də 3 dəfə 2 6. 2-dən də 6 çıxanda mənfi 4 edər. Bunlar ixtisar getdi və cavabımız mənfi 4, yəni B variantı olacaq. 70 nömrəli suala bir yerdə baxalım. Deyir ki, ax kvadratı üzərinə gəlinsin, bx üzərinə gəlinsin, c 0-a bərabərdir. Tənlin kökləri mənfi 5 və 3 imiş. Bizdən B bölək A-nı soruşur. Uşaqlar, köklər cəmim Viet teoreminə görə mənfi B bölək A deyilmi? Köklərin mənfi 5 ilə 3-dür. Bunları toplasaq mənfi 2 bərabərdir mənfi B bölək A-ya. Buradan mənfilər gedər. B bölək A-nın cavabı 2 olacaq. Düzgün cavabımız E variantı. 71 nömrəli suala baxaq. 180 ədədi 1, 2, 3 nisbətində 3 hissəyə ayrılmışdır. O zaman belə yaza bilərikmi? 1K üzərinə gəlinsin 2K üzərinə gəlinsin 3K. Toplam neçə K elədi? 6K. 6K 180 isə K'nın qiyməti 30 elədi. Bu ədədlər bizdən sorulur. Biri K'dır, biri 2K, biri 3K. 30'u yerinə yazsaq 30, 2-yə vursaq 60, 33-ə vursaq 90 edər. 30, 60, 90 düzgün cavab B variantı. 72 nömrəli sualda ABC üçbucağı ilə EDF üçbucağının oxşar olduğunu qeyd olunubdur. Yadda saxlayın, oxşar fiqurlarda ilk hərf nə ilə başlayır? Məsələn, burada A ilə. A-nın qarşısında duran tərəfin, yəni 4-ün. Digərində ilk hərf nə ilə başlayır? E ilə. E-nin qarşısında duran tərəfə olan nisbəti bərabərdir. Burada məsələn, B-nin qarşısına nə dayanıb? B gəlir axı. B-nin qarşısına dayanıb 2x çıxaq 5. Burada D-nin qarşısına nə dayanıb? Çünki ikinci D gəlib. 6-ya olan nisbət. Vəssalam. Buradan 24 bərabərdir 2x çıxaq 5-i vurursan x üzərinə gəlinsin 4-ə. 24 bərabərdir 2x-in kvadratı üzərinə gələk 8x çıxılsın 5x çıxılsın 20. 2x-in kvadratı üzərinə gəlinsin 3x çıxılsın 20 çıxaq 24 0-a bərabərdir. Buradan 2x-in kvadratı üzərinə gələk 3x çıxılsın 44 0 edər. Bizə tənlin kökləri lazımdır. 2x kvadratını vurğulara ayırsam 2x və x şəklində 44 nəyə hasil edir? 4-ün 11 olan hasilinə. Deməli, burada da bir dənə mənfi verək. Niyə belə elədim? Vurğulara ayırıram. Bu vurğulara ayırma üsulunu bilmirsənsə, rəy bölməsində bildir mənə, izah eləyim. Çapraz vurub toplayanda ortadakı alınmalıdır. Mənfi 8x üzərinə gələk 11x 3x-i verməlidir ki, verdi. O zaman düz vurğulara ayırmışıq. Və cavabımız nə oldu? 2x üzərinə gələk 11. Bir də x minus 4. Gəl buradan köklərimizi tapaq. X bərabər 4-ə. Bunu niyə həll eləmirəm? Buradan x mənfi çıxır. Mənfi deyə bir tərəf olmaz. Bizdən x-i soruşurdu. Düzgün cavabımız 4 olacaq. 73 nömrəli suala baxaq. 37A üzərinə gələk 2B cəmi cüt ədəd olarsa, A üzərinə gələk B cəminin ən böyük qiymətini tapın deyir. 73 nömrəli suala deyir ki, bu cəmi cüt ədəd olarsa, A plus B cəminin ən böyük qiymətini tapın. Deməli, sadəcə qiymət verəcəm. Qeyri-adi bir sualdır deyə baxırdım. Adi bir sualdır. Sonuna gəl 9 verək. Fərqi yoxdur, hansı 9 olur olsun. Birinə 9 verir. Digərinə 9 verə bilmirəm. Çünki A ilə B fərqlidir. 8 versəm, cəmləri 7 ilə bitir. Tək ədəddir. Olmadı. 7 verəcəm. 9 ilə 7-nin cəmi də 16 edəcək. A plus B cəmini soruşur. 16 olar.
74 nömrəli suala baxaq. Tənliyin qrafiki üzərində absisi -4 olan nöqtənin ordinatını tapın. X-in qiymətini -4 veribdir. Apar yaz yerinə. -8 üzərinə gələk y 5-ə bərabərdir. Y də 13 edər. Bizdən ordinatı soruşurdu. Cavabımız 13. 75 nömrəli sualda bir təpəsi koordinat başlanğıcında olan və diaqonalları 4-0 nöqtəsində kəsişən. Diaqonalların kəsişmə nöqtəsində fikir versəz 4-0 nöqtəsidir. Demək ki, K buradır. Çünki y-imiz 0-dırsa, x-i kəsibdir. Diaqonalların kəsişmə nöqtəsi 4-0. Diaqonalların kəsişmə nöqtəsi 4-0 nəyi bildirir? Buradan bura olan uzaqlığın 4 olduğunu. Əgər bu bir kvadratdırsa, demək buradan bura olan uzunluq da 4-dür. Bunların hər birinin uzunluğu 4-ə 4-dür. Niyə? Çünki kvadratın diaqonalları bərabərdir. Kvadratın sahə düsturu nə təridir? D kvadratı bölək 2. Diaqonalımızın uzunluğu 8 olduğundan 8-in kvadratını 2-yə bölsək, 64 bölək 2-dən düzgün cavabımız 32 olar. Gəlin baxaq 76 nömrəli suala. Bərabərsizliyin tam həllərinin cəmini soruşur bizdən. Deməli, burada hər tərəfi 2-yə bölsək, -1/5, x, 5/5. Burada kimlər var? -1, 0, 1, 2, 3, 4, bir də 5. Bunların cəmi soruşulurdu. Bunlar bir-birini götürdü. 2 ilə 3-ün cəmi 5, bir də 5, 10. Toplayanda 14 edəcək. Gəlin baxaq 77 nömrəli suala. Gəlin bu sistem tənliyi alt-alta toplayaq. Niyə? Hər zaman məsləhətim alt-alta toplayın. Alınmazsa başqa bir şeylər fikirləşərik. Alt-alta toplasaq oldu 2 dənə x-in kvadratı. Çıxaq 4x-in y. Üzərinə gələk 2 dənə y-in kvadratı bərabər 18-ə. Hər tərəfi 2-yə bölsək, bu şəkildə bir ifadə aldıq. Bu da nəyin asılışıdır? X minus y mötərizə kvadratı. Nəyin kvadratı 9-dur? Ya 3-ün, ya da ki, -3-ün. Bunun bir mənası varmı? Yox. Çünki bizdən x çıxaq y modulda soruşur. Həm müsbət 3, həm -3 qoysaq da cavabımız 3 olaraq çıxacaq. Gəlin baxaq 78 nömrəli suala. AC və BD düz xətləri E nöqtəsində kəsişirlər. AC və BD düz xətləri. AC və BD düz xətləri E nöqtəsində kəsişirlər. Yəqin ki, bura yaxşı düşməyib, yəqin ki, bura E-dir. Əgər EF, bu da bizim EF olsun da, düzdürmü? Bu EF, BEC-nin tənböləni olarsa, bunun tənbölənidirsə, o zaman bura alfa, bura alfadır. Nəyi soruşur? CED də 50 dərəcədir. CED burada 50 dərəcəymiş. AEF-ni soruşur. AEF. Option buranı soruşur. Əla, tapa bilərik. Bura 50-dirsə, bura da 50-dir. Düzdürmü? İndi biz bilirik axı bu açıq bucaqdır. Açıq bucağın dərəcə ölçüsü neçə dərəcədir? 180 dərəcə. 2 alfa üzərinə gələk 50, 180 dərəcədən. Bunlar gedər, 130 qalar. Alfamızın da qiyməti, elə 2 alfamızın qiyməti neçə elədir? 130 dərəcə, alfamız da buradan 65 dərəcə. Bizdən AEF-ni soruşur. Bax, bu bucağı. 65 ilə 50-ni toplasaq 115 dərəcə olacaq. Düzgün cavabımız. Uşaqlar 79 nömrəli sualın şəklini düzəltməyə çalışdım. BM 5-dir. Bizə deyir ki, BM 5. Bax, bu 5 imiş. BM AC-yə perpendikulardır deyə 90 dərəcəni bura yapışdırdım. Bu da 90 dərəcədir. Sonra deyir ki, BM-ni, bax, bu üç bucağın sahəsi, BM-ni, bu üç bucağın sahəsi 60 imiş. Sahə 60. Sahə necə tapılır düz bucaq, üç bucaqda? Katetlərin hasilinin yarısı. 5 vurulsun, bu da x olsun. 5 vuraq x bölü 2 60-dırsa, 5x buradan 120-dirsə, x-in də cavabı nə qədər eləyər? 24. Demək bu uzunluq 24 olar. Mənə nə deyir? Tap AC-nin uzunluğunu tap, bizə deyir. İndi mən bu xətti silsəm, bu düz bucaqlı üç bucağa baxmağını səndən rica edirəm. Bu düz bucaqlı üç bucaqda h kvadratı mn qaydasını istifadə eləyək. Bura bir x desəm, burada olsun x. Oldu nə? Bu hündürlüyümüzdür. 5-in kvadratı bərabərdir. Hündürlüyə qədər olan hissə 2x vurulsun hamısı. Yəni 24 üstəgələ x. Buradan 25 bərabərdir 24x. Daha doğrusu x vuraq 24 üstəgəl x. Bunu hesablanmağa dəyməz. X-in cavabı 1 olduğu o dəqiqə görsənir.
1 qoyanda cavab 25 alınır. X'in cavabı 1-dirsə bura 1 yazsaq, burada 1 yazsaq. Toplam uzunluq nə qədər oldu? AC-ni bizdən soruşurdular. AC-nin uzunluğu 26 olacaq. Gəlin baxaq 80 və 81 nömrəli suallar. Gəl bunu Euler-in diaqramında göstərək. Bax, fizika fənnindən, bir də kimya fənnindən uğur qazanan uşaqlara baxaq. 8 nəfər fizika fənnindən qeyri-məqbul, yəni yaxşı qiymət almayanlar sayı 8 nəfər imiş. Yaxşı qiymət almayanlara gəl çıxaq. 24 nəfərdən 8 nəfər çıxsaq, nə qədər qalar? 16 dənə nəfər. Deməli, bu 16 nəfər içərisindən 24 nəfərdən 8-i qeyri-məqbuldur da. İstəyir fizika olsun, istəyir kimya olsun, fərqi yoxdur. 8 nəfər qeyri-məqbuldur. O 8 nəfəri bura yaza bilmərəm. Məqbulların içinə yazanmaram. Deməli ki, hər iki fəndən məqbul qiymət alanların sayı 9-dur. Bura 9-dur. İndi bu 16 nəfər ki qalıb. Bu 16 nəfər nədir? 24 nəfərdən 8-ni çıxdıq, 16 nəfər məqbuldur. Bura A-dır, burada B-dir. Bunların hamısı 16 nəfərdir. Məndə yəni A üzərinə gəlinsin, B üzərinə gəlinsin 9. Bunların hamısı 16-dır. Məndən yalnız fizika soruşulduğuna görə məndən A soruşulur. Düzdürmü? Məndən A soruşulur. Əslində bu bizə lazım deyil. Bu 8 nəfər ki biz çıxmışıq. Ola bilər 8 nəfər burada da ola bilər. Ola bilər 8 nəfər dağılışıb burada ola bilər. Çünki 8 nəfər fizikadan qeyri-məqbul alıb. O 8 nəfər qeyri-məqbul alıbsa, ola bilər 8 nəfər buradadır, ola bilər buradadır. Hə, o bizi bir maraqlandırmır. O zaman ya sual çox daha da asanlaşdı. Niyə edəcəm? Çox asan. 24 nəfərdən 8-ini çıxararam. Bu da qalacaq 16 nəfər. Demək 16 nəfər qeyri-məqbuldur. Bu 16 nəfərdən də hər ikisi 9 nəfəri hər ikisinə aidsə 16-dan da 9 çıxaram, 7 qalar. Demək ki, yalnız fizikada 7 nəfər var. İndi niyə bura baxmadım? Çünki bizdə bura boşda, düzdürmü, X. Yalnız kimyadan. Burada da çöldə qalanlardır, Y. Biz deyirik bu 8 nəfər qeyri-məqbuldur, fizikadan qeyri-məqbuldur. O 8 nəfər fizikaya aid deyilsə, o 8 nəfər ya bura aiddir, ya da ki bura aiddir. Ya bəlkə 7-si burada, 1-i buradadır, 2-si burada, 6-sı buradadır. Məsələn, bu bizi ilgiləndirməz. Amma bunların toplam nə qədər olduğunu bilirik, 8 nəfər olduğunu bilirik. Mən də neynədim? Mən də götürdüm 24 nəfərdən 8-i deyir ki, fizika fənnindən qeyri-məqbuldur. Fizikadan qeyri-məqbuldursa, demək ki, fizikandan uğur qazanmayıb. Uğur qazanmayıbsa, demək buranı qaralayıram. O nədən uğur qazanıb? Buralardan uğur qazanıb. Yəni, X-lə Y-dən uğur qazanıb o 8 nəfər. 24 nəfərdən o 8 nəfər X-lə Y-in cəmindən ibarətdir. Mən də 8 nəfər çıxdığım zaman bu 16 alınan cavab, əslində bu 16 nəyin cavabı oldu? X-lə Y-in bir növü cavabı oldu da. Daha doğrusu, üzr istəyirəm, 24 nəfərdən mən bu 8 nəfəri çıxdım. 8 nəfər nə demək idi? X-lə Y-in cəmini çıxdım. Yerdə qaldı 16 nəfər. Biz bu X-lə Y-in cəmini çıxmışıq. 16 nəfər qalıb. 16 nəfər kimlər qalıb? Bu A ilə 9. A ilə 9-un cəmi 16-dırsa, A da buradan 7 eləyər. Hə, bu səfər daha dəqiq və səliqəli cavab aldıq. Gəlin baxaq 81 nömrəli sual. 81 nömrəli sualda deyir ki, cədvəldə 26 tələbənin riyaziyyat imtahanında topladığı ballar haqqında məlumat verilmişdir. Ardıcıl seçilmiş 2 tələbənin, burada şagirdin fikir verməli olduğu məqam ardıcıl sözüydü. Ardıcıl seçilmiş 2 tələbənin birincisinin 70-84, ikincisinin 85-99 bal arası nəticə göstərməsi ehtimalını tapın. Toplam 26 nəfər var. Seçilmiş 2 tələbə. 2 tələbə seçilirsə, mən şagirdlərimə hər zaman bunu deyirəm. Ardıcıl seçilən zaman 26 yazın, növbətisinə 25 yazın. Birinci tələbəmizin 70-84 bal arası toplanması. 70-84 bal arası toplayan şagird nə qədərdir? 75 toplayan 3 dənədir. 3 dənə, 82 toplayan 7 dənədir. Toplam 10 nəfər var burada. 70-84 arası 10 nəfər var. 85-99 arası nə qədər var? 85-99 arası 85-dən böyük olmalıdır deyə 87 nəfər, 87 bal alanlar 10 nəfərdir.
93 bal alanlar 3 nəfərdir. Elədilər 13. Buradan da ixtisar gedər 2 qalar. Ondan 2 gedər 5 qalar. 25-də 5. Cavabımız ixtisar gedər 5-də 1. Yəni 0.2. Beləliklə buraxılış imtahanı suallarını yekunlaşdırdıq. Ümid edirəm imtahan sizlər üçün qəşəng keçib. İmtahanınız necə keçibdi? Bu haqqda da fikirləri rəy bölməsində bizlərlə bölüşməyi unutmayın. Bir də birinci zonaya görə sizcə bu imtahan asan idi yoxsa çətin idi? Bunu da bizlə bölüşərsiniz. Sağ olun, salamat qalın.